Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Hər birinizi salamlayıram. Biz bu gün sizlərlə MHM kitabından faiz məsələlərini işləyəcəyik. Ötən videoda 79-cu məsələdə qalmışdıq. 80 nömrəli məsələmizə baxaq. Deyir ki, çəndə 1800 litr su var idi. Birinci gün çəndə olan bütün suyun 20%-ni, ikinci gün qalan 40%-ni götürdülər. Çəndə neçə litr su qaldı? Deməli, hörmətli müəllimlər, birinci gün bütün suyun 20%-ni işlədiblər. Yəni 1800-ü 20%-ni tapmalıyıq. 1800-ün 20%-ni tapmaq üçün 20-yə vurursunuz və 100-ə bölürsünüz. Burada 1800-dən 100 ixtisar gedir, qalır 18. 18-də 20-yə vurursunuz, 360. Deyir, ikinci gün qalan suyun. Qalan su nədir? 1800-dən çıxırsınız 360-ı. Qalır 1440 litr. Bu qalan suyunda ikinci gün bu 1440 litrində 40%-ni götürüblər. Yəni %40-ını tapırsınız. Baxın, hörmətli müəllimlər, burada necə ixtisar apara bilərik biz? Bu 0, bu 0. 2 dənə 0-la bu 100 ixtisar gedər. 144-ü vurarsınız 4-ə. O deyir 576. Deməli, birinci gün 360, ikinci gün 576. Çəndə nə qədər su qaldı? Bunları toplayarıq. 360 ilə 576-nı toplayanda 936 eləyir. 1800-dən də 936 çıxanda 864. B bəndi bizim doğru cavabımız. Səysən 1. Gün ərzində bankdan əvvəlcə məbləğin 40%-ni, sonra qalan məbləğin 40%-ni götürürlərsə, bankda ilkin məbləğin neçə faizi qalır? Mən ötən videolarda da demişdim, əgər məsələ həllində ancaq faiz veribsə, heç bir ədəddən söhbət getmirsə, o zaman verilən məbləği və yaxud da ki, məhsul verilərsə, məhsulun miqdarını, nəsə verilərsə, ona özünüzdən bir dənə qiymət verməyə daha məqsədə uyğundur. Məsələn, bankda olan pulun məbləğini deyək ki, olsun, məsələn, 100 manat. Deyək ki, bizim bankda 100 manat pulumuz var. Bunun əvvəlcə 40%-ni götürüblərsə, 100-ün 40%-ni taparsınız. Bu deyir 40 manat. Sonra qalan məbləğin 40%-i. Qalan məbləğimiz nə qədərdir? 100-dən çıxırsınız 40-ı, qalır 60 manat. Bu 60 manatın da 40%-ni götürüblər. 60-ı 40% eləyir, 60-40 vurulsun 40 bölünsün 100. Bu deyir 24 manat. Deməli 40 manat bir götürülüb, 24 manat da bir götürülüb. Bankda deyir, ilkin məbləğin neçə faizi qalar? Əvvəlcə görə bankdan nə qədər pul götürülüb? 41 götürülüb, hörmətli müəllimlər. 24-də 1. Cəmi edir 64 manat. Bu götürülən pul. Bəs qalan pul nə qədərdir? Gəlin qalan pul tapaq. 100-dən çıxarıq 64-ü 36. Bu qalan pul, bax bu 36. Bu görə 100-ün ilkin məbləğin neçə faizidir? 36-nı bölərsiniz 100-ə, vurarsınız 100%. Eləyər 36%. B bəndi doğru cavab.
82. Usta sexdə olan stolların 30%-ni təmir etdikdən sonra təmir olunmamış 122 stol qaldı. Cəmi neçə stol olduğunu tapın. Üzr istəyirəm, 30 yox, burada 39 imiş. 39%-ni təmir etdikdən sonra. Deməli, hörmətli müəllimlər, 39%-ni təmir eləyibsə, təmir olunmamışların sayını verib də bizə 122. 39% təmir olunubsa, təmir olunmamış neçə faiz stol qalar? 100%-dən 39% çıxarıq. Qalır 61%. Bu 61% təmir olunmamış stolların sayıdır, faizinin miqdarıdır və sayıda 122-dir. Deməli, ümumi stolların sayını soruşur bizdən. Ümumi stolların sayı olsun x. Bunun 61%-i təmir olunmamış 61%-i bərabərdir 122 stola. Bu cür tənliyi həll etmək lazımdır. Buradan da hörmətli müəllimlər, x-i tapmaq üçün 122-ni vurursunuz 100-ə, bölürsünüz 61-ə. Eləyir 200. B bəndi doğru cavab. Deməli, 200 dənə stol var imiş. %83. Avtomobil birinci saatda 80 km, ikinci saatda isə bunun 45% getdi. 45%-ni getdi. Avtomobil 2 saatda neçə kilometr yol getdi? Əvvəlcə 80 km gedib, sonra bunun 45% qədər. 80-in 45%-ni tapaq. 80-i 45-ə vurub 100-ə bölürsünüz. Eləyir o da 36. Cəmi nə qədər yol gedib? 81 getmişdi, 36 da sonra getdi. Toplayarsınız, eləyər 116. A bəndi. Doğru cavab. 84. Bazara gələn tərəvəzin 8-də 5-i yemiş, 8-də 1-i qarpız, qalanı kartofdur. Bu bazardakı tərəvəzin neçə faizi kartofdur? Əvvəlcə hissə ilə miqdarını tapaq, hörmətli müəllimlər, sonra çevirərik faizə. Deməli, 8-də 5 yemişdir, üstə gələk 8-də 1 qarpızdır. Bunların ikisinin biri cəmi nə qədər? 8-də 5, 8-də 1 eləyir 8-də 6. Bu da ixtisar eləsək eləyər 4-də 3. Deməli, ümumi 4-də 3 hissə yemiş və qarpızı göstərir. Bəs onda kartofa nə qədər qalır? Bütöv hissə, yəni 1-dən çıxarıq 4-də 3 hissəni, qalar 4-də 1 hissə. 4-də 1 hissə də kartofdur. Yəni, bunu faizlə göstərəndə, kəsri faizə çevirəndə vurursunuz 100%-ə. 4-də 1 də 100%-ə vuranda eləyir 25%. C bəndi. Doğru cavab. %85. Murad birinci gün kitabın 5-də 1-ni, ikinci gün 5-də 3-ünü oxudu. Kitabın neçə faizi oxunmamış qaldı? Deməli, 5-də 1-ni oxuyub əvvəlcə, sonra 5-də 3-ünü. Bunları toplayırıq. Oxunmuş hissələrin cəmi. Eləyir 5-də 4. Bəs 5-də 4-ünü oxuyubsa, ümumi hissədən də çıxarıq. Oxunan hissənin nə qədərsə qalar. 1-dən də çıxarıq 5-də 4-ü.
qalar 5-də 1. Bu oxunmamışdı. Oxunmamış 5-də 1 hissədirsə, bunun faizini soruşur da. Faizə çörmək üçün 5-də 1 vurarıq 100 faizə. Bu deyir 20%. Y bəndi doğru cavabımız. Hörmətli müəllimlər, bununla da bu video dərsimizin sonuna gəldik. Sonda kanala abunə olub videoları bəyənməyi unutmayın. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənə qədər.